Salam hörmətli izləyicilər, biz indi hal-hazırda Şabran rayonundayıq və gördüyünüz bu villa Şabran rayonundan seçilmiş deputat Tahir Süleymanovun evidir. Yəni evin böyüklüyünə baxın. Hasar oradan başlayır və düz məscidin yanına kimi və bu villanın böyründə bir xırda məscid var, Allah evi var. İlk öncə sizə danışım, burada bu villa necə tikilib. Deməli, illər əvvəl, bax bu məscidin sağ tərəfində balaca bir kasıb ailə yaşayırdı. Balaca evləri var idi və sonradan məsciddən və icra hakimiyyətindən adamlar gəlib, həmin ailəyə bildiriblər ki, məscidin qırağında, ətrafında evlər tikmək olmaz, bu günahdır, bu Qurana ziddir, ona görə biz bu evi sökməliyik və eləcə o kasıb ailənin evini söküb bir neçə ildən sonra bax biləcək villa tikiblər. Villanı da tikən, yenə deyirəm, Azərbaycan Milli Məclisinin deputatı Tahir Süleymanova məxsusdur. Suallar çoxdur, əsas sual ondadır ki, deputatın maaşı 1500-2000 manat ola bilər, amma bu villanın qiyməti milyonlarla manata başa gəlir. Sual ondadır ki, bəs bir deputat hansı pulla özünə bu villanı tikib, hardan, necə qazanıb, halal pulla mı qazanıb, yoxsa hardansa oğurlayıb, hansısa saxta işlərlə məşğul olub? Bax, ilk sual odur, çünki belə bir villanı gördüyünüz kimi böyük villanı, çünki bu halal pulla və aldığı deputat maaşıyla tikmək qeyri-mümkündür, qeyri-realdır. Deməli, burada nəsə başqa bir iş var. Ən əsas məqama gəlib çatırıq. Deməli, bax bu gördüyünüz məscid, yəni onu təmir eləmək üçün bunlar pul tapa bilmirlər. Və gördüyünüz bu məscid demək olar ki, pis vəziyyətdədir, baxımsız vəziyyətdədir. Burada qalsın deyəsən. Bəli, sizi bir dənə aşağı çağırırlar. Ha, gedək. Gedək aşağı. Gedək. Müəllim kimdir prosta? Deputat. Deputat bizdən nəsə istəyir yoxsa? Heç bir şey, prosta sizi çağırır aşağı. Müəllim, İlk dəfə bizi deputat qəbul edəcək qardaş. ya bizim bu deputat çox sadə namdır. Dəhşət sadə da. Dəhşət sadə. Ha, şörək də şörək. Bizi hal-hazırda deputatın qohumları tutub harası gətiriblər və deyiblər ki, güya Tahir Süleymanov bizlə görüşmək istəyir. Niyə görüşmək istəyir, nə üçün görüşmək istəyir, onu indi aydınlaşdıracağıq. Bir daha qeyd edirəm ki, biz Şabrana ona görə gəldik ki, sizə əsl Azərbaycan reallıqlarını göstərək. Və deputatla sizin əlaqəniz var? Ha, var. Deputatla əlaqəm. Mən sizə evin qabağında gördüm sizi, narahat oldum ki, dedi qatıraraq, problem yoxdur. Salam aleyküm. Salam, salam. Hoş geldiniz. Sağ olun, necəsiz? Sağ ol. Siz necəsiniz? Yaxşı, Hoş geldiniz. yaxşı. Ben şey eşitdim, şekil söhbəti, evin şeklini sadə. Sizin evinizdə o? Hə, nə söhbəti ki? Vallahi, düşməsə laf yaxşı olar. Xadirasa düşməsə laf yaxşı olar ev. Hə, yox, problem deyil. Bax, bu gördüyünüz şəxs də həmin deputat Tahir Süleymanovun qardaşıdır. İndi görünür, polisləri çağırıb bizi onlara təhvil verəcək.
Buna minək. Bax bu insanlar, bu iki polis nəfəri bizi indi hal-hazırda Şəbran rayon polis idarəsinə aparır. Çünki biz gəlib burada deputatın xalqdan oğurlamış pulları ilə villasını çəkmişik. Görək axırımız nə olur. Biz artıq polis bölməsindən çıxmışıq, Şəbran rayon polis idarəsindən. Bayaq gördüyünüz şəxs, qara maşınla gələn şəxs və bizi maşına mindirən və deputat bizlə görüşmək istəyir güya adı ilə bizi aparıb kafeyə və kafedə biz oturduğumuz yerdə gördüyünüz kimi polislər gəlib bizi Şəbran rayon polis idarəsinə aparır. Lakin biz yenə də oradan çıxdıq, işimizi biz davam edirik axıracan. Deməli mən bayaq bildirdim. Yəni sual ondadır ki, bir deputat hansı ki 1500 manat alır, belə villanı hansı pulla tikdirib? Nə pulla, hardan bunu qazanıb? Yəni milyonlarla pulu normal deputat 100 il işləməlidir ki, o pulla belə bir villa tiksin. Və yanında da gördüyünüz kimi köhnə bir məscid. İndi əsas problemi gəldik. Əsas problemi ondadır ki, Şəbran rayon sakinləri son 1-2 ayda azan səsi eşitmirlər. Təsəvvür edirsiniz, azan səsi bu məsciddən çıxmır. Və səbəb isə çox biabırçı və çox gülüncdür. Səbəb odur ki, o villada yaşayan deputat yaxınlaşıb bu məscidin axunduna və tələb eləyib ki, səhərlər azan səsini yığışdırsınlar. Çünki kişinin oğlu yatır, yuxuna haram qatırlar da. Yəni azan səsi onun yuxuna haram qatır. Ona görə də bu məsciddən daha azan səsi çıxmır. Bax bu da bizim prezidentin elan elədiyi multikulturalizm ili. Sağ olun, salamat qalın.